Bu videoda sizə Coşun qalasının gözəllikləri sunulacaq. Coşun qalası Azərbaycanın tarixi qalalarından biridir. Vərziqan kəvşənində Şərqi Azərbaycan əyalətinin quzeyində uydurma adı Ərəsbaran olan Qəradağ bölgəsində yerləşir. Bu abidə 27 mart 2007-ci ildə 22540 sayılı qeydiyyat nömrəsi ilə İranın milli irs düzməcəsinə yazdırılıb. Gördüyünüz bu daş döşəmə Coşun İmamzadasının azca irəlisində dağa doğru, Coşun dağına doğru çəkilib sonralar və bu daş döşəməni çıxdıqdan sonra qalanın demək olar zirvəsinə, dağın zirvəsinə çıxmaq olur. Çox gözəl mənzərəli təbiəti var. Yazda məxsusən çox təbiəti çox gözəl olur. Və indi bu fəsildə yaz ayının Nisan ayıdır və bu ikinci ayda gerçəkdən buranın təbiəti çox gözəl olur. Filmdə gördüyünüz dostlar Xoyun, Çənlibil və Əvrin dağçılar alayıdır. Birlikdə bu Coşun qalasına çıxmağa gəliblər. Sol əldə Coşun qalasının gün batanında demək olar bu Coşun kəndidir. Oradan görünür 2 kilometr Coşun qalasının gün batanında yerləşir. Bu qayalarda mamırlar çox gözəl mənzərələr yaradıb.
Bu şəkildə siz pillələri görürsünüz. Və eyni halda mükəmməl təbiəti. Yaşasın Usta Rəhmani! 6500 illik saxsı tapıntılarına görə bu Coşun qalasının qədim tarixi miladi tarixdən qabaqçı daş dövrünə gedib yetişir. Bu qaladakı memarlığın seçici özəlliklərindən biri dağın içində kəsilmiş pilləkənlər və günbatan bölümündəki daşlardan hazırlanmış quru duvarlardır ki, indi dağıdılmış bir durumdadır. Yuxarı qalxan insanları bu qalanın gözəllikləri və qalanın tarixi özünə çəkir. Gerçəkdən burada çox gözəl təbiət və çox gözəl memarlıq əsərləri var. Bu pilləkənlərə yerli dildə 40 pillə deyilir. Və Coşun tərəfdə qalaya qalxan insanlara bir nəfərlik bir yoldur. Həmçinin qaladakı üst bölümlərdə su anbarı və hovuzlar var. Həm isti su üçün və eyni halda qar yağışın suyunu yığmaq üçün axaqlar var. Qalanın kəvşənində gözəl demək olar incəlik və hünərmənliklə minerallardan hazırlanmış fırladılan təkərliyin üzərində düzəldilmiş rəngli saxsılar da tapılıbdır. Biz amma yol üzərində getdikcə o saxsılardan görmədik. Yəqin ki, o saxsıları götürüb aparıblar, muzeylərdə saxlayırlar. Bunu araşdırmaq lazımdır. Aşağıda da yine o Coşun İmamzadasını gördünüz. Dağlar çok uzaktan öğrenirem ben vatani vatanda bir sevgilim var öpemirem gözlerini vatanda bir sevgilim var öpemirem gözlerini gülüm sen, bülbülüm sen,
ağzımda şiirindir sen. Ohan özgülüm sen, bülbülüm sen. Ağzımda şiirindir sen. Yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa Azerbaycan, azat yaşa Azerbaycan. Yiğitlerin qəhrəmandır, Köyüm dillere qəhrəmandır. Yiğitlerin qəhrəmandır, Köyüm dillere qəhrəmandır. Nişanı da Səttarxandır. Yaşa yaşa Azerbaycan, nişanı da Səttarxandır. Yaşa yaşa Azerbaycan. Aşıkların da dəstə dəstə salları var sinə üstə. Bir də Aşıkların dəstə dəstə salları var sinə üstə. Gəlin verək biz səsləsən, deyək yaşa Azerbaycan. Gəlin verək biz səsləsən, deyək yaşa Azerbaycan. Ağır ağır ellerim var, elvan elvan güllerim var. Ay ağır ağır ellerim var, elvan elvan güllerim var. Tüy danışan dillerim var. Yaşa yaşa Azerbaycan, tüy danışan dillerim var. Yaşa yaşa Azerbaycan. Yaşasın. Coşun qalası qədim dövrlərdə bir komanda mərkəzi olub və onun altında savunma qüvvələrinin yaşadığı yer olub. Deyirlər ki, qalada tonqal qaladıqda tüstüsü Babək qalasından, Ağça qalasından, ha belə Bakıdakı Qız qalasından da görünə bilirmiş. Bu qala ərəb hücumlarına qarşı dayanışma mərkəzi olmuşdu. İndiki bu videonun bu bölümündə siz qalanın qayalıqlarında oyulmuş hovuzlardan birini görürsüz. Hovuzun içindəki bitkiləri yandırıblar, ancaq hovuzun özü bir zaman su anbarı kimi istifadə olunub. Bu birinci hovuzdur. Yuxarı çıxdıqca başqa hovuzlarda görəcəyik. Burada da qalanın sol əldəki gözətçi qayasını biz görürük. Bu həmin hovuzlardan birincisidir. Bu da ikinci hovuzdur. Çox dərin bir hovuzdur. Yanından pilləkən oyublar daşlarda. Çox mükəmməl, yəni memarlıq baxımından çox gözəl işlər görüblər. Amma zaman keçdikcə söyüd ağacı bu pilləkənləri buradan görürsüz. Pilləkənlərdən aşağı yenilir. Hovuzun içinə. Hovuz çox dərindir. Və bu dərin hovuzu qayaların içində oyublar. Qayalar çox gözəl, yəni dimdik duvar kimi mükəmməl oyma işləri aparıblar. Amma
Bu söyüd ağacı da içində görürsüz neçə yerdən bu tür buta verib və kök salıb bu hovuzun içində. Hər halda bu qayalıqdakı bu hovuz su saxlamaq üçün istifadə olunurdu. İndi də bu su var, qar yağış yağdıqda suyu bu hovuzların içinə yığarmışlar. Qarın suyu, qardan əriyən su, yağış suyu. Hətta kanallar çəkiblər, kanallar da var. Bu axaqlar, öz dilimizdə desək, bu axaqlardan su, qarın suyu, yağış suyu axıb gəlib bu hovuzlara dolurmuş. Bu balaca çalalar kimi də görürsüz, bu deşiklər daşların bu cür gövdəsində qayalıqlarda oyublar. Onlar da su yığmaq üçündür. Yəqin ki, quşlar üçün və ya ötəri olaraq elə orada birisi susuzdur, o suyundan içsin deyə. Bu da ikinci hovuzdur, daha böyükdür. Birinci hovuzdan buna yol var. Orada da yine Çənlibel və Əvrin dağçılar qrupu görünür. Yine bu piyala kimin deşiklərdən bir ayrısı. Addım başı bu deşiklərdən var. Qayalıqlardakı mamırlar görünür. Suyun üzü camaq bağlayıb. Bu yaşıllar camaqdır da, biz ana dilimizdə camaq deyirik buna. Suyun qalan su qaldıqda bu yaşıllıqlar burada bitir. Su artıq gəldikdə bu arxdan axıb aşağıya gedirmiş. Necə ki burada indi axıb aşağıya gedir. Və o deşikdən də o üzbəyüzdə görürsən ki, üstündən indi bir nəfər keçdi. Oradan da həmin dərin hovuzdan su daşıb bu biri tərəfə gəlib dolurdu. Bu da Coşun dağının tam zirvəsi. Sol əli çox sərt bir uçurumdur və Coşun dərəsi bu qiblə tərəfində görünür. Ən uca yeri də o iki nəfərin oturduğu yerdir. Bu dağın 1800 metr. Aşağıda bu dərəni görürsüz. Qiblə tərəfi uçurumdur, aşağıda Coşun dərəsidir. Çox gözəl mənzərəli bir dərə var və yəqin ki, indi bağçılar, kətlilər orada dağla, bağ filan əkiblər, bağ saldırıblar. Bu da Coşun dərəsinin görüntüsü. Aşağıda sağ solda iki dənə dik qayalığı görürsünüz. O da qalanın gözətçi qayaları. Bir gözətçi qayası da burada. Bu iki nəfər dostlar oturublar. Yine hovuzlardan görürük. 3 hovuz bu görüntüdə görünür. O görünən yol da Xarvana Vərziqan yolu. Və bu da qala. Qalanın özü, sol əldə bir gözətçi qaya, sağ əldə bir gözətçi qaya və o sol əldəki qayanın altında da bir hovuz ambar kimi bir yeri var. Bu qala ərəb hücumlarına qarşı dayanışma mərkəzi olmuşdu. Keçmişdə Coşun gədiyi, Coşun qalasının yaxınlıqlarında başlıca qaçaq yollarının, qaçaqçıların yığıncağı olub. Bu qala savunma məqsədli olub və deyilir ki, 2-ci xəlifə zamanında ərəb hücumları zamanı
Coşun qalası yerli əhalinin dayanışma mərkəzi olub. Burada indi qayanın, Coşun qalasının ən yəni uca yerindəyik. 1800 metrdə aşağıda hovuzlar görünür və yenə Xarvana Vərziqan yolu. Bu ən böyük hovuz, qayada oyulmuş mükəmməl, özü bir gözəl memarlıq əsəridir. O biri hovuzda demək olar içindəki o yanıqlar ilə biraz gözəl görünmür, amma içi təmizlənsə o da özünə görə mükəmməl bir hovuzdur. Və o biri hovuzdakı söyüdlər doldurub içini, söyüd ağacı. Coşun qalası Qəradağ tarixinin inqilabçı qalalarından biridir və indiki zamanda turistik və istirahət yeri olub. 6500 illik kərpiç tapıntılarına görə bu Coşun qalasının qədim tarixi miladi tarixdən qabaqçı daş dövrünə gedib yetişir. Qalanın dəniz səviyyəsindən hündürlüyü təxminən 1800 metr, qala qayasının hündürlüyü isə 300 metrdir. Qalanın üç tərəfindəki yamaclar çox dikdir və oraya yuxarı çıxmaq mümkün deyil. Yalnız Coşun İmamzadasının qarşısından çox çətinlik çəkərək bir-iki nəfər yan-yana qalaya doğru qalxan cığırdan qalaya qalxa bilər. Daha əvvəl bu qalanı qalxmaq üçün istifadə olunan bir pilləkən yolu var idi ki, o da 1000 illər əvvəl insanlar və o insanlar o yoldan qalaya qalxardı. Siz indi burada qalanın güney tərəfindəki Coşun dərəsini görürsünüz. Çox sərt bir uçurumdur. Video elə də yəni uçurumun sərtliyini elə də mükəmməl görüntüləyə bilmir, ancaq bu ehtişamı və bu möhtəşəmliyi yaxından görmək gərək. Çox gözəl bir dərə və çox əzəmətli bir uçurumdur. Təbiəti gözəl, dağları gözəl, yəni hər şey mükəmməldir. O da ki, ən yüksək yeridir, 1800 metr, ən yüksək nöqtə 1800 metr dəniz səviyyəsindən yuxarıda. Tarixi abidələrin qeydiyyatının rəisinin sözlərinə görə Milli İrs düzməcəsində adı yazılmış bu abidədə tapılan saxsılarda bəzəklərin geometrik dalğalı biçimli süsmələr, yatay zolaqlar və nöqtə xətlərin olması burada tapılan tarixi əşyanın incəliyi öz növbəsində bura özəldir. Bu qalanın daşdan oyulmuş giriş pilləkənləri hələ də durur. Qalanın qalıqlarında gözə çarpan iki böyük qaya var. Onların gözətçilik üçün istifadə oluna biləcəyi düşünülür. Suyun yığışması üçün istifadə edilən qazma havuzların içərisində su saxlama məqsədli olan kiçik silindrik çuxurları da qeyd etmək olar. Biz onları addım başı videoda göstərdik. Həmçinin Coşun kəfşənində qalaya baxan divarlar 1000 illər ərzində qorunub saxlanıb və turistlər bu tarixi divarları Coşun kəndi vasitəsilə
görə bilərlər. Təəssüflərlə biz o zaviyədən görməmişik və sizə bu filmi təqdim edə bilmədik. Son illərdə özəlliklə yaz fəsli Coşun Qalası kəndlərdən və uzaq şəhərlərdən olan qonaqları, doğa sevərləri ya təbiət sevərləri qəbul edən bir yerdir və təbiidir ki, bu gözəllikləri görmək istəyən insanlar əlbəttə ki, sevə-sevə bura gəlmək istərlər. Qalaya getmək üçün yol Təbrizdən Bərziqana və oradan quzey-batı yöndə Xarvana şəhərinə doğru uzanır. Daha yaxın yolu isə Culfadan Gərəçay, oradan Xarvana, oradan da Coşun Qalasına gedir.